Zəncir otunda zəngin vitaminlər, dəmir və zülallar var. Vitaminlər eritrositlərin formalaşması üçün zəruridir. Dəmir isə hemoqlobinin vacib hissəsidir. Odur ki, zəncir otu qan azlığından əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırır. Zəncir otu sidik yolları infeksiyalarının və selikli qişanın pozuntularının qarşısını alır. Daxili orqanlarda kistaların meydana gəlməsini və börək problemlərinin yaranmasını önləyir. Zəncir otunun tərkibindəki çox sayda vitaminlər qaraciyərimizdə təmizləyir, onun düzgün işləməsini təmin edir. Uzun illər boyu zəncir otundan orqanizmin yenilənməsi üçün istifadə edilib. Zəncir otu iştahı tənzimləyir, həzmi yaxşılaşdırır, bağırsaqlardakı yaxşı bakteriyaları balanslaşdırır. Tərkibindəki C vitamini iltihabı azaldır, mineralların udulmasına kömək edir və xəstəliklərin inkişafına mane olur. Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirir və hər kəsin ondan istifadəsini tövsiyə edirlər. Zəncir otu kökünün üyüdülməsindən əldə olunan tozu yaralara səpdikdə qısa bir zamanda sağalır. Bu tozu içdikdə qanda şəkərin miqdarı aşağı düşür. Oftalmoloqlar zəncir otu kökündən hazırlanan tozu içən adamların görmə qabiliyyətinin yaxşılaşdığını söylüyor. Uzun müddət onu qəbul eləmək isə gözün katarakt xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Yuxusuzluqdan əziyyət çəkənlər də zəncir otu çayı dəmləsələr yaxşı olar. Bu çay sayəsində yuxuları dərin və keyfiyyətli olacaq. Qan dövranını sürətləndirən çay bağırsaqlardakı parazitləri orqanizmdən atacaq. Həzm sisteminə müsbət təsir göstərəcək. Arıqlamaq istəyənlər isə zəncir otu çayından mədəd uma bilərlər. Bəzi xalqların mətbəx ənənəsində zəncir otu yarpaqları salatlara qatılır. Çiçəklərindən isə mürəbbə və kompot hazırlanır. Zəncir otundan mütəmadi olaraq istifadə eləmək yavaş-yavaş orqanizmi təmizləyir, insanı arıqladır. Sarılıq və hepatit xəstəliklərinin simptomlarını azaltmaq qabiliyyətinə malik zəncir otu çayı dəfələrlə elmi araşdırmaların obyekti olub. Qaraciyər və böyrək kimi vacib daxili orqanların sağlamlığını qoruyur, daha yaxşı işləməsinə kömək edir. Depressiya zamanı isə insanın eynini açır və əhvalını yaxşılaşdırır. Bəs bu bitkini kimlər istifadə edə bilməz? Zəncir otu bəzən allergik reaksiyalara səbəb olur. Xüsusilə zəncir otuna və digər çiçəkli bitkilərə qarşı allergiyası olanlarda qaşınma, səpki və tənəffüs çətinliyi yarada bilər. Bəzi dərmanları qəbul edənlər zəncir otu çayından içə bilməzlər. Diuretik, yəni suyu bədəndən çıxaran dərmanlarla birlikdə qəbul edildikdə bədəndə kalium itkisi yarana bilər. Həmçinin zəncir otu qan şəkərini və qan təzyiqini azalda bilər. Bu səbəbdən diabet və hipertoniya dərmanları ilə birlikdə qəbul eləmək tövsiyə edilmir. Hamiləlik və südvermə dövrlərində isə zəncir otunun istifadəsi bəzi risklər daşıya bilər. Həkim məsləhəti olmadan qəbul eləməyin. Bütün hallarda çalışın ki, sağlam olasınız.